Səngələrdə əskərləm olmuşam, onlar ruhlandırmaq kimi şeirlər, irəlizar. Çox bizim də yəni dəstəyimiz bu tərəfdən olur. Mən bir şeir demək istəyirəm sizə. O səngərdə deyim şeirlərin birini. Kim eşidibsə təkrarlaşdırıb nə olsa qoyulsun. Əgər səsim çatsaydı, var gücümlə hayqıraraq, səs salardım bu dünyaya səs. Deyərdim ki, size süper dövlətlərin rəhbərləri dediyiniz haqq, ədalət hardadır bəs? İnsanlığa min cür kələk, min cür tələ qurduğunuz bəs deyilmi? Bu dünyanın sinəsinə min cür yara vurduğunuz bəs deyilmi? Bəs deyilmi silahlanmış ordunuzu sülh adıyla dünyanın hər tərəfinə göndərdiniz? Bəs deyilmi Əfqanistan dağlarını müharibə meydanına döndərdiniz? Çeçenistan torpağının sıltısı sızdatmadı daşa dönmüş qəlbinizi. İrak boyda bir memleket dönüp oldu qan dənizi. Bu dünyanı qan çanağı ettiğiniz bəs deyilmi? İnsan qanı içtiğiniz, şeytan yolu getdiyiniz bəs deyilmi? Nədəndir ki duymursunuz vicdan adlı ilahi bir duyğunu siz? Nədəndir ki tanımırsınız tanrı atı tanrısal bir qanunu siz? Şərq xalqları göz dikmişdi elinizə, obanıza. Türk halkları daş atmıştı atanıza, babanıza. Size süper devletlerin başçıları, deyin sizi kim etmişti? Gangan diyen kafirlerin havadarı. Lal mı? Kar mı? Kör musunuz? Görmürsünüz Ermeniler yeryüzünde gangan deyir. Görmürsünüz yüzyıllardır Türk halkına çamur atır, böhtan deyir. Eşitmirsiniz Xocalı'nın ərşə qalxan sədasını. Görmürsünüz Qarabağın dağıdılmış, viran olmuş obasını? Milyon illi ata baba yurmamız onların mı? Xan kəndimiz, Laçınımız, Ağdamımız, ya Şuşamız, candan əziz el obamız onların mı? Məyər sizə söz demirmi tarixləri tarix qədər qədim olan xəritələr? Məyər sizə söz demirmi bu qalalar, bu saraylar, bu ocaqlar, minarələr? Məyər sizə söz demirmi milyon illik kitabələr? Məyər sizə söz demirmi torpaq altdan çıxarılmış xərabələr? Bəlkə Surun hamarlayıb bu dağların kürsüsünü. Bəlkə Bartan tikdiribdi Xudafərin körpüsünü. Bəlkə elə haylarındır bəz qalası. Bəlkə elə erməninin qız qalası. Belə getməz ey ağalar, bu dünyada dəyişilməz qanunlar var. Siz nə qədər gizləsəz də tarix özü çox sizdən atacaqdır. Əzin ermənini, əvəzində göydələnlər başınıza uçacaqdır. Bir dövlət tək, bir millət tək, bir ölkə tək biz terrorun əleyhinə olanlarıq. Quran buna yol vermir, biz Quran hər hükmünə başımızı qoyanlarıq. Amma bəsdir. İlanlar ağı verdiniz daha bəsdir. Bu xalqa göz dağı verdiniz daha bəsdir. Azərbaycan torpağını başdan başa süpürdünüz daha bəsdir. Bu torpağın sərvətini yüzlərlə sümürmüşsünüz daha bəsdir. Bəsdir Allah'la dağlımız. Bəsdir koltuqladı qaldığımız artıq. Qəflət yuxusuna ayılmadı Azərbaycan. Millətlərin sırasında millət kimi sayılmadı Azərbaycan. Səvrət bizdə, şöhrət bizdə. Gün doğandan gün batana dünyanın hər tərəfində sözünü demək üçün cürət bizdə, qüdrət bizdə, qeyrət bizdə. Size şeytan şagirdləri, şər və böhtan şagirdləri, yeryüzünün əhliməni, alçaq, yaramaz erməni. Veli ki Ermeniya niyyətini istəyiniz gözünüzdə qalacaqdı. Azərbaycan bugün sabah öz haqqını gözünüzün dikindən alacaqdı. Bir gün kimi o yaxın gün bizə bəlli. Bəs nə üçün soyu kökü bilinməyən qan içən bir erməndən kimsə durur kəlli? O elləri kəsmək üçün tarix fərman yazır bugün. O elləri kəsmək üçün milli ordum hazır bugün. Çox da uzun sürməyəcək. Daşnaqlanma arzuları ürəyində qalacaqdı. İlhamlı, mərd Azərbaycan bu torpağın, Qarabağın qısasını barış ilə baş tutmasa, vuruş ilə alacaqdı. Necə aldı?